Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər, müəllimlərimiz, şagirdlərimiz və biologiya sevərlərimiz. Biz bu günləri sizlə ABC Akademiyanın biologiya sınaq toplusundan sınaq 4-ün testlərinin izahlarını verəcəyik. Başlayaq birinci sualdan. Birinci sualda bizə deyilir ki, kələm bitkisinin çiçək qrupunda olan çiçək strukturlarının cəmi 136 ədəddir. Ümumiyyətlə, kələm bitkisinin çiçək qrupunda olan çiçəklərin çiçək düsturu K4, L4, Y6, D1'dir. Düzdür? Burada cəmi 15 struktur görürük. Bir dənə də çiçək yatağı və çiçək saplağının üzərində gələndə 17 dənə struktur edir. Bir çiçəkdə 17 struktur varsa, neçə çiçəkdə 136 struktur olacaq? 136-nı 1-ə vurub 17-yə böldüyümüz zaman cavabımızı tapırıq 8 dənə çiçək. Elədir. Deyir ki, əgər bir çiçəkdəki rüşeym kisələrinin cəmi 6 olarsa, demək ki, hər çiçəkdə nədir? 6 dənə toxum əmələ gəlir. Çünki bir rüşeym hissəsində bir toxum əmələ gəlmiş olur. 6-nı biz vuracağıq 8-ə, tapacağıq ki, 48 dənə toxum. Deyir ki, bu çiçək qrupundan əmələ gələn toxumlarda cəmi neçə ləpə yarpaq olar? 48-i də biz vuracağıq nəyə? 2-yə. Çünki kələm bitkisi 2 ləpəli bitkidir. Bu da eləyir 96. Yəni, birinci sualın cavabı A bəndi olacaq. Davam edirik ikinci sualla. Bizə deyir ki, çoxucirəli heyvan hüceyrəsində neçə strukturda toplanan irsi məlumat əsasında zülal sintez olunar. Yəni bizə deyir ki, çoxucirəli heyvan hüceyrəsinin neçə strukturunda DNT var. Burada biz təbii ki, bir götürəcəyik nüvəni, bir də götürəcəyik mitoxondriyanı. İki struktur. Cavabımız B bəndi. Xloroplast düşünənlər, xloroplast sadəcə və sadəcə ali sporlu və ali toxumlu bitkilər üçün xasdır. Ona görə onu nəzərə almayacağıq. Gəldik üçüncü suala. Deyir ki, bir DNT molekulunun əmələ gəlməsi zamanı ayrılan su molekullarında cəmi 4980 proton var. Bir suyun tərkibində, 1 mol suyun tərkibində 10 dənə proton olduğuna görə 4980-i bölürəm 10-a və tapıram 498 mol DNT molekulunun sintez zamanı əmələ gələn su. Buradan nukleotidi tapa bilərəmmi? Əlbəttə tapa bilərəm. Deməli, nukleotidlərin sayı n çıxılsın 2 ilə, yəni suyun düsturundan tapacaqdıq. DNT molekulunun sintez zamanı n çıxılsın 2 qədər su ayrılır. Bunu da 498-ə bərabər eləyəcəyik. N də bərabər olacaq nəyə? 500 nukleotid olacaq DNT molekulunda. DNT molekulu. Deyir ki, 3 qat hidrogen rabitələrinin sayı bu molekulda 2 qat hidrogen rabitələrinin sayından 4 dəfə çoxdur. 3 qat hidrogen rabitənin sayı nəyə bərabərdir? Guaninin stozinin sayına. 2 qat isə adeninin timinin sayına. Minimala gətirək də burada. 4 dənə guanin götürək. Qarşısına 4 dənə stozin yazaq. Təbii ki, hidrogen rabitələrində qeyd edərək. Gördüyünüz kimi 4 dənə 3 qat hidrogen rabitəsi yazdım. Bir dənə adenin, qarşısında bir dənə də timin. Bura baxanda nə oldu? 3 qat hidrogen rabitənin miqdarı 2 qat hidrogen rabitənin miqdarından 4 dəfə çoxdur. Deyir, bu molekulda maksimum neçə nukleotid 4 rabitənin əmələ gəlməsində iştirak edər? İndi baxaq. Bura baxıram ki, 10 dənə nukleotid olan yerdə 10 dənə nukleotid olan yerdə düzdür? 4 rabitə əmələ gətirəcək. 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 4 rabitə ə
Dörd rabitə əmələ gətirəcək nələrdir? Adeninlərlə timinlərdir. Zəncirin ortasında yerləşəcək. Maksimum olması üçün adeninlə timin zəncirin ortasında yerləşməlidir. 2 dənə adeninlə timinin cəmi 2 dənədir. Bəs 500 dənə nukleotid olan yerdə bunların cəmi nəyə bərabərdir? X bərabər olur nəyə? 100-ə. 100 dənə adenin timin zəncirin demək ortasında yerləşərək 4 ədəd rabitə əmələ gətirir. Amma biz burada yadımızda saxlamalıyıq ki, adenin timi zəncirin ortasında gəlirsə, zəncirin əvvəlində və sonunda guanin nə stozindir. Əvvəldə guanin, qarşısında stozin. Sonda guanin, qarşısında stozin. Nə qədər nukleotidlərdir? 4 dənə nukleotid. Və guaninlə stozin də əvvəldə və sonda gələn zaman 4 rabitə əmələ gətirir. Ona görə 100-ün üzərinə həmin bu 4 dənə nukleotidi gəlirik. Cavabımız eləyir 104. Yəni, üçüncü sualın cavabı Y bəndi olacaq. Davam edirik dördüncü sualla. Deyir, qapalı qabda götürülmüş 5 bakteriya hüceyrəsi 75 dəqiqə ərzində bölünərək 40-a çatmışdır. 5 bakteriya 40-a çatıbsa, çatdıraq da 2 dəfə arta-arta getmir. 5-dən 10 yaranır, 10-dan 20 yaranır, 20-dən 40 yaranır. Deyir ki, bölünmələr arasındakı vaxt neçə dəqiqə olar? Və yazıb ki, bölünmələr arasındakı vaxtlar sabitdir. Görürük ki, buradan 3 dəfə bölünmə prosesi baş veribdir. 3 bölünməyə də cəmi 75 dəqiqə vaxt sərf olunub. 3 bölünməyə 75 dəqiqə vaxt sərf olunubsa, bəs 1 bölünməyə nə qədər vaxt sərf olunacaq? X. X də bərabərdir. 75-i vuracaq 1-ə, böləcəyik 3-ə, cavabımız eləyəcək 25 dəqiqə. Yəni, dördüncü sualın cavabı B bəndi olacaq. Beşinci suala gəlirik. Bizə deyilir ki, şəkildə hansı rəqəmlərlə verilən hissə və ya hissələr ribosomda sintez olunur? Ribosomda sintez olunacaq nə? Zülallar təbii ki. Burada da 1 rəqəmi ilə gördüyümüz, 2 rəqəmi ilə gördüyümüz hissə, 3 rəqəmi ilə gördüyümüz hissə zülallara aiddir. 4 karbohidratdır, 5 də lipiddir. Ona görə 5-ci sualda cavabımız C bəndi olacaq. 6-cı suala gəlirik. İnsanda 3 eyni yumurta əkizinin zigotunun əmələ gəlməsi zamanı bilavasitə neçə qamçılı qamet iştirak edər? 3 eyni yumurta əkizi bir dənə zigotdan yaranır. Eyni yumurta əkizlərinin hamısı bir zigotdan yaranır. Və bu bir dənə zigotun əmələ gəlməsində bir dənə ilə spermatozoid iştirak edir ki, o da qamçılıdır. Cavabımız ona görə A bəndi olacaq. 7-ci sualda verilən orqanoidlərdən hansı lizosomların formalaşmasını təmin eləyir? Cavabımız Holgi kompleksidir. B bəndi. 8-ci sualda hansı bitkinin zigotu bölünərkən qütblərə 2 xromatli xromosomlar çəkilər? 2 xromatli xromosomlar qütblərə nə zaman çəkilir? Meyoz zamanı. Meyoz zamanı. Hansının zigotu bölünəndə meyoz bölünməklə bölünür? Təbii ki, cavabımız A bəndi Ulotrixin. 9-cu suala gəldiyimiz zaman deyir ki, aşağıdakı ağ çəng əlamətinin irsən nəslə ötürülməsi əks etdirən nəsil ağacı sxemi verilmişdir. Rəqəmlərlə göstərilmiş fərqlərin genotiplərini müvafiq olaraq hansı bənddə doğru göstərilmişdir? Biz bilirik ki, ağ çəng autosom xromosomlarla dominant yolla nəsildən nəslə ötürülür. Yəni, içi rəngli olanları biz dominant götürəcəyik. Rəngsiz olanları resesiv götürəcəyik. Yəni, zaten bu nədir? Dördüncü zaten kiçik A, kiçik A'dır. Hamısı kiçik A, kiçik A'dır.
Bu 4 1 ilə 2-nin dünyaya gətirdiyi övladdır. Kiçik ya kiçiyə alınıbsa, 1 ilə 2-də genotiplər böyük ya kiçiyə olacaq. Üçünün övladına 3'e baktığımız zaman 3'ün övladlarında kiçik ya kiçik ya genotipinə rast gəlinir. Bu kiçik yanın birini atadan alıbsa, digərini də anadan almış olacaq. Onda üçüncü də böyük ya kiçik yadır. 5'e geldiğimiz zaman beşinci də böyük ya kiçik yadır. Niyə görə? Çünki bunun atası resesiv genotiplidir. Kiçik ya kiçik yadır. Buradan 5'e böyük ya kiçik ya gəlməlidir. Altıncısı da zaten içi təmiz göstərilibsə, yəni rənglənməyibsə, demək ki, xəstə deyil. Kiçiyadır, resesivdir. Genotipləri biz ardıcıl olaraq rəqəmlərə uyğun yan-yana düzsək, cavabımız B bəndi olmuş olur. Davam edirik. 10-cu sualda deyir ki, çiçəkli bitkinin çiçəyinin rüşeym hissəsində spermilər daxil olduqda iki qat mayalanma prosesində iştirak edən hüceyrələrdə xromosomların ümumi sayı 52-dir. İki qat mayalanmada nə iştirak edir müəllimlər? Mərkəzi hüceyrə, yumurta hüceyrə, spermi və bir daha spermi. Bunların sayını bizə verib 52. 52. İştirak edəcək qametlərdə xromosomların ümumi sayı 16-dır. Qametlərdə. Yəni yumurta hüceyrə, spermi və spermi. Bunların cəmi 16-dır. Onda mərkəzi hüceyrə nəyə bərabər olar? 52-dən çıxaram 16-nı. Taparam 36 nədir? Mərkəzi hüceyrədir. Ha, erkək qametlərdə. Erkək qametlərdə. Diqqət eləmədim buna. Mərkəzi hüceyrə ilə yumurta hüceyrənin cəmi olacaq. Cəmi olacaq 16. Mərkəzi hüceyrə ilə yumurta hüceyrənin cəmi oldu 36. Elədir. İndi baxaq. Deyir, iştirak etməyəcək hüceyrələrdə xromosomların ümumi sayını tapın. Mərkəzi hüceyrə 2N-dir. Yumurta hüceyrə N-dir. Bunların cəmi 36-ya bərabərdirsə, 3N bərabər olur 36-ya. N'imiz də bərabər olur 12-yə. Mayalanmada iştirak etməyən hüceyrə kənarda dayanıb qalan, yalnız dişi fərdin xüsusiyyətini daşıyan 5 dənə haploid hüceyrə ki, onlar da 5N eləyirdi. Ona görə də n'imizi də biz 12 tapdığımıza görə 5-i vuracağıq 12-yə, cavabımız olacaq 60. Yəni 10-cu sualın cavabı olacaq D bəndi. D bəndi. Davam edirik. 11-ci sualda. Deyir, fərqli canlılara aid hüceyrələrin bəzi xüsusiyyətləri cədvəldə verilmişdir. Buna görə X, Y, Z və T hüceyrələrindən hansılarının bir bakteriya olduğunu söyləmək olar. Bakteriyalarda nə var idi? Plazmid var idi da, düzdürmü? Onda nədir? Y elə bakteriyadır. Burada X-da lizasom göstərilibdir. Lizasom bakteriyada olmaz. T'də də xloroplast göstəribdir. Xloroplast da bakteriyada olmaz. Amma Z-də hüceyrə divarı göstərib və xlorofil göstəribdir. Bu nədə var? Fotosintez edici bakteriyalarda var. Ona görə Z-in də nə etməliyik? Biz bakteriya olduğunu söyləyə bilərik. Onun üçün cavabımız olur A bəndi. Gəlirik 12-ci suala.
Bize deyir ki, çöl göyərçininin göz qapaqlarının ümumi sayını A ilə işarə eləmişik. Yəni A-nın qiyməti bərabərdir 6-ya. Caynaqsız barmaqlarının sayını da B ilə işarə eləmişik. Caynaqsız barmaqları ön ətraflarda olur. Onun da sayı 6-ya bərabərdir. Hər qanadda, yəni 3 dənə caynaqsız barmaq olur. Rudimet barmaq. Ürək mədəciklərinin sayı hansı ifadə ilə müəyyən olunar? Ürək mədəciklərinin sayı 2 dənədir. 2 dənədir. Onda mən nə edərəm? A-nın B ilə cəmləyərəm. Bunu bölərəm 6-ya ki, cavabımızı 2 alaq. Yəni 12-ni 6-ya böləndə 2 eləyir. Onun üçün bizim 12-ci sualımızın cavabı A bəndi olacaq. 13-cü sualda siyanobakteriyalarda bitki hüceyrələrində olduğu kimi hüceyrə divarı olur, doğrudur. Xloroplast olmaz, ribosom olar, vakuol olmaz. Yəni cavabımız 13-cü sualda Y bəndi. 14-cü suala gələndə bir hüceyrədə ribosom orqanoidinin aktivliyinin artması stoplazmadakı molekullardan hansının miqdarının artmasına səbəb olar? Ribosomun aktivliyi artıbsa, demək ki, zülal sintezi sürətlənib. Bunun üçün nə lazımdır? Amin turşu lazımdır ki, stoplazmada bunun miqdarı artmayacaq, azalacaq. Çünki zülalın tərkibinə keçəcək. Onun üçün biri götürmədik. Su, bəli götürəcəyik. Niyə görə? Çünki zülal sintezi zamanı suyun miqdarı artır. Ferment dəyişməyəcək. Ferment nədir? Katalizatordur. Reaksiyanın sürətini artıracaq, amma özü dəyişməz qalacaq. Ona görə götürmədik. ATF isə istifadə olunduğuna görə azalacaq. Onun üçün 14-cü sualın cavabı Y bəndi olur. 15-ci sualda nöqtələrin yerinə uyğun gələn açar sözləri düzgün ardıcıllıqla müəyyən edin. Ekosistemdə yaşıl bitkilər istehsalçı, çoxhüceyrəli heyvanlar isə istehlakçı orqanizmlərdir. Yəni 4 ilə başladıq, 1 ilə davam elədik. Ekosistemdə qida zəncirinin hər bir halqasından sonra redukent orqanizmlər gələ bilər. 5 ilə də burada qeyd eləmiş olduq. Yəni cavabımız 4, 1, 5. Y bəndə olacaq. 16-cı sualda deyir ki, şəkildə verilən canlının aid olduğu sinfin nümayəndələrində tarixi inkişaf zamanı ilk dəfə əmələ gəlmişdir. Döş sümüyü suda qurda yaşayanlardaydı. İki qan dövranı suda qurda yaşayanlardaydı. Borulu sümük suda qurda yaşayanlardaydı. Qabırğalar balıqlardaydı. Döş qəfəsi isə əmələ gəlib ilk dəfə bunlardı. Sürünənlərdir. Cavabımız D bəndi. 17-ci sualda uyğunsuzluğu müəyyən eləyin. İlk xordallar proterozoidu doğrudur. İlk çənəsiz onurğalılar ordovikti doğrudur. Göbələklərin quruya çıxması ordoviktədir, silurda yox. Qıcıların yaranması devondur. Örtülü toxumların meydana çıxması təbaşirdir. Cavabımız C bəndə olacaq. Gəlirik 18-ci suala. Deyir kök hüceyrəsində 28 xromosom olan dişi bitkinin çiçəyi, yəni dişi bitkimizin diploid xromosom sayı bərabərdir 28-ə. Deyir bu bitkinin çiçəyi endosperm hüceyrəsində 27 xromosom olan bitkinin tozcuğu ilə tozlandırılmışdır. Tozlandırdığı erkək bitkinin 3 eni bərabərdir 27-dirsə, bunun eni olur 9, 2 eni də olacaq 18. İndi bizə nə deyir?
Çarpazlaşmadan əmələ gələn hibrid bitkinin dölsüzlüyü Karpatsenko metodu ilə aradan qaldırıldıktan sonra bu hibridin 3 somatik hüceyrəsində cəmi neçə xromosom olar? Tamam. 2 n 28 isə enimiz 14. 14-dən 9-u götürəndə eləyir 2n bərabərdir 23 xromosomlu dölsüz hibrid. Bunun da dölsüzlüğünü Karpatsenko'dan aradan qaldıranda xromosom sayını 2 dəfə artıranda 23'ü biz 2-yə vuranda eləyəcək 46 dənə xromosom döllü hibridin tərkibində. Və bunun 3 somatik hüceyrəsi dediyinə görə elə bu 46'nın özünü də 3-ə vuracam. Cavabım eləyəcək 138. Yəni C bəndi. 19-cu sualda deyir ki, insanın həzm kanalında qidanın keçmə ardıcıllığı hansı bənddə doğru göstərilib? Bağırsaq hissələrini veribdir bizə. Təbii ki, 12 barmaq bağırsaqla başladıq. Ondan sonra acı bağırsaq və daha sonra qalça bağırsağı. Yoğun bağırsaqdan da birinci hissə kör bağırsaqdır, ikinci hissə çəmbər bağırsaqdır və sonuncu hissə düz bağırsaqdır. Yəni cavabımız 6, 2, 4, 1, 5, 3. A bəndi olacaq. 20-ci sualda insanda qanın qidalı maddələrlə maksimum zənginləşməsindən sonra göstərilən orqanlardan keçməsi ardıcıllığını müəyyən edin. Qanın qidalı maddələrlə maksimum zənginləşməsi bağırsaqda olur. Bağırsaqda bu maddələr qana sorulanda gəlir birinci qaraciyərə. Qaraciyərdən gəlir ürəyə, ürəkdən də gəlir ağciyərə. Ona görə cavabımız olacaq D bəndi. 21-ci sualda bizə deyir ki, zülal molekulunun sintezinə maksimum 32 saniyə vaxt sərf olunmuşdur. Maksimum vaxt deyəndə biz 5 amin turşunun zəncirə 1 saniyədə birləşdiyini qeyd eləmiş olmuşduq dərsimizdə. Onda neçə amin turşu 32 saniyəyə birləşər? X bərabərdir 160 amin turşu olur zülalın tərkibində. Deyir ki, indi bu zülalın tərkibindəki amin turşu qalıqlarının radikalsız hissələrində cəmi neçə oksigen atomu var? Radikalsız hissə zülali hissədir. Amin turşuların hamısında zülalın tərkibində radikalsız hissədə bir oksigen olur. Karbondan oksigen arasında. Amma sonuncu amin turşuda karbonla OH birləşir axı. COOH qrupu tək qalır. Orada OH-ın tərkibində əlavə bir dənə də oksigen olur. Ona görə 160-ın üzərində mən gəlirəm biri, cavabım eləyir 161. Yəni D bəndi olacaq bizim bu sualımızın cavabı. 22-ci sualda şəkildə ifrazat sisteminin quruluşu verilən canlı haqqında hansı fikirlər doğrudur? Bu ifrazat sistemi quşlara aiddir. İlk dəfə 4 kameralı ürəyin əmələ gəldiyi sinifə aiddir. Xeyr, bu məməlilərdə baş verib. Mədəciyində yalnız arterial qan olur. Bunun bir dənə mədəciyi yoxdur. 2 mədəciyi var. Birində arterial, yəni solda arterial, sağda venoz qan olur. Bu fikir də doğru deyil. Bir qan dövranına malikdir. Xeyr, 2 qan dövranına malikdir. Pulcuğa malik ola bilməz. Xeyr. Pəncə lüləsində, arxa ətrafların barmaqlarının üzərində falan nə var? Pulcuq var.
Barmaqları arasında üzmə pərdəsi ola bilər? Bəli, su quşlarında falan ola bilər. Cavabımız Y bəndi. Gəldik 23-cü suala. Bizə deyir ki, diheterozigot boz ada dovşanı ilə, yəni böyük C, kiçik C, böyük A, kiçik A ilə heterozigot ağ ada dovşanı, kiçik C, kiçik C, böyük A, kiçik A-nı çarpazlaşdırıblar. Gəlin çarpazlaşdıraq da. Bunu monohibridə gətirək. Böyük C, kiçik C-ni çarpazlaşdıranda kiçik C, kiçik C ilə buradan alınır. Bir dənə böyük C, kiçik C və bir dənə də kiçik C, kiçik C. Böyük yanı da kiçik A ilə, böyük A, kiçik yanı, böyük A, kiçik yanla çarpazlaşdıranda bu zaten bilirsiniz monohibrid çarpazlaşmadır. Bir dənə böyük A, böyük A alınır. İki dənə böyük A, kiçik A alınır və bir dənə də kiçik A, kiçik A alınır. İndi bunları bir-birinə vuraq. Böyük C-ləri A-lara bir-bir vuraq. Nə alınır? Bir dənə böyük C, kiçik C, böyük A, böyük A. İki dənə böyük C, kiçik C, böyük A, kiçik A. Bir dənə böyük C, kiçik C, kiçik A, kiçik A. Bir dənə kiçik C, kiçik C, böyük A, böyük A. İki dənə kiçik C, kiçik C, böyük A, kiçik A. Bir dənə kiçik C, kiçik C, kiçik A, kiçik A. İndi ki, alınan fərdlərin hansı hissəsi valideynlərlə eyni genotipli olar? Valideyni birinə oxşayır, bax bu iki dənə genotipə görə eynidir. Biri də oxşayır, ikisi də oxşayır, bax bunlar. Dörd dənəsi. 8-dən 4-ü olacaq bizim cavabımız. Bunu da ixtisar eləyəndə nə qalır? 2-də 1. Yəni 23-cü sualın cavabı bizdə olacaq Y bəndir. Davam edirik. 24-cü sualda. İnsan tez yuxu fazasının sonunda oyanmaq şərti ilə maksimum yuxu siklində yatmışdır. Ləng yuxu fazalarının maksimum yuxu sikli deyirsə 5 dənə yuxu siklində yatıb da. Ləng yuxu fazalarının davam etmə müddəti minimum veribdir. Yəni 5 dəfə ləng yuxuda yatıb. Hərəsi də 1 saat. Ləng yuxular oldu nə qədər? 5 saat ümumi. Tez yuxu fazalarının davam etmə müddəti isə maksimum olarsa. Tez yuxu fazalarında 15 dəqiqə, 15 dəqiqə, 15 dəqiqə, 15 dəqiqə və sonuncu da 30 dəqiqə. Düzdür? Bu eləyir nə qədər? 1,5 saat. Bunların cəmlədiyimiz zaman nə olur? 6 saat yarım. Yəni 24-cü sualın cavabı A bəndə olacaq. 25-ci sualda sürünənlərə aid olan erkək heyvansı XX-dir. Somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsində xromosom və xromatidlərin cəmi 48-dir. Mitoz bölünmənin anafaza mərhələsində xromosom sayı 4-dür, xromatid sayı 4C-dir. Yəni xromosom xromatiddə bərabərdir. Bunların hər ikisini mən 4-dən götürsəm 48-ə bərabər eləsəm cəmin 8 enimiz bərabər olacaq 48, enimiz də bərabər olacaq 6-ya. Yəni haploid sayımızı tapdıq 6. Deyir ki, bu canlıda ilişikli genlər qrupunun cəmi neçə edər? Zaten ilişikli gen qrupunun cəmi haploid sayı bərabər idi. Ona görə də cavabımız C bəndi olacaq. Davam edirik. 26-cı sualda qadının uşaqlıq borusunda baş verir. Yumurta hüceyrə ilə spermatozoidin birləşməsi bəli. Ovulyasiya yumurtalıqdadır. Ziftin əmələ gəlməsi uşaqlıqdadır. Müşevimin ilkin inkişafı borudadır. Patlamış follikulun yerində sarı cismin əmələ gəlməsi yumurtalıqdadır. Cavabımız nə olacaq? 1 və 4. B bəndi.
27-ci sualda. Nöqtələrin yerinə uyğun gələn mülahizəni seçin. İçində nöqtə-nöqtə parçalanması baş verər. Nişasta olan sınaq şüşəsinə öd əlavə etsək, nişastanın parçalanması baş verərmi? Xeyr, ferment yoxdur. Zülal olan sınaq şüşəsinə mədə şirəsi əlavə etsək, zülalın parçalanması baş verər bilərmi? Bəli, mədədə zülal parçalanır da. Yağ olan sınaq şüşəsinə ağız suyu əlavə etsək, yağın parçalanması baş verə bilməz. Nişasta olan sınaq şüşəsinə ağız suyu əlavə etsək, nişastanın parçalanması gedəcək. Zülal olan sınaq şüşəsinə ağız suyu əlavə etsək, yenə parçalanma baş verməz. Yəni cavabımız olacaq 2 və 4. D bəndi. Gəlirik 28-ci suala. Deyir ki, başlanğıc sayı 3 ədəd olan bakteriya fasiləsiz maksimum sürətdə çoxalaraq 1536 fərd əmələ gətirmişdir. Düzək də bunu 3-dən başlayaraq. Demək, 3-dən 6 yaranır. 6-dan 12 yaranır. 12-dən 24 yaranır. 24-dən 48 yaranır. 48-dən 96 yaranır. 96-dan 192 yaranır. 192-dən 384 yaranır. 384-dən 768 yaranıb və bundan da nəhayət 1536-sı yaranıb. Deyir ki, bir bakteriyanın son bölünmədə neçə fərdi iştirak etmişdir? Son bölünmədə 3 dənə başlanğıc hüceyrədən hesabladığımız zaman 768 bakteriya iştirak edib. 3 başlanğıc hüceyrədən sonuncu bölünmədə 768 iştirak etmiş olacaq. Bəs buradan bir dənə bu 3 dənənin içərisində olan bir bakteriyanın neçə fərdi bölünmədə iştirak edəcək? X bərabərdir 768-də biz 3-ə böldüyümüz zaman cavabımız edir 256. Yəni bizim sualımızın cavabı olacaq C bəndi. 29-cu sualda. Əgər mamırlarda kök olsaydı, enliyarpaq meşə yarusunda yerüstü yarusların yeraltı yaruslara olan nisbəti neçə olardı? Mamırlarda kök olsaydı, enliyarpaq meşə yarusunun elə 5-ci yarusunda da kök olmuş olacaqdı ki, yerüstü hissədə 5 yarus, yeraltı hissədə 5 yarus olacaqdı. 5-in 5-ə nisbəti 1-in 1-ə nisbətinə bərabər olacaqdı. Yəni cavabımız C bəndi. 30-cu sualda. Qutucuq meyvəyə rast gəlinər. Qutucuq meyvəyə rast gəlinər. Qutucuq meyvə, məsəl üçün, biz buradan A bəndində xanımotun çıxacağıq gilə meyvədir. B bəndində badımcanın çıxacağıq gilə meyvədir. C bəndində sphagnum ümumiyyətlə meyvəsi yoxdur. Cavabımız D bəndidir. Lalədə, bənövşədə. Y bəndində isə quş mamırının ümumiyyətlə qutucuq meyvəsi yoxdur. Meyvə yoxdur quş mamırında. Onun üçün cavabımız D bəndi. Gəldik 31-ci sualda. İnsanın böbrək arteriyasında olan sidik cövhəri sidik toplayıcı borucuğa gələnə qədər hansı rəqəmlə qeyd olunmuş hissədən keçməz? Birdən təbii ki, gəlib keçəcək. 2-dən də keçəcək. Qıvrım kanalcığın içərisində. 5-dən də keçəcək. Henle ilgəyidir. 3-dən də keçəcək. 2-ci dərəcəli qıvrım kanalcıqdır. Amma 4 böyrək venasıdır. Oradan gəlib keçməyəcək. Ona görə cavabımız D bəndi. 32-ci sualda. Verilən fikirlərdən hansı doğrudur? Sporlu bitkilərin bir hüceyrəli nümayəndəsi ola bilər. Bəli, sporlu bitkilərə ibtidai sporlu bitkilər də aid edən, yəni yosunlar ola bilər. Çiçəkli bitkilərdə cinsi nəsil reduksiyaya uğrayıb. Bu da doğru bir fikirdir.
Enliyarpaqlı meşənin üçüncü yarısında yerləşən bitkilərdə qeyri-cinsi nəsil üstünlük təşkil edir. Doğru bir fikirdir. Quş mamırının yetkin fərdi rizoida malik deyil. Malikdir, səhvdir. Dişi quş mamırının üzərində həm cinsi, həm də qeyri-cinsi çoxalma müşahidə edilir. Bu da doğru bir fikirdir. Cavabımız bir, 2, 3 və 5 olacaq. D bəndi. 33-cü sualda ontogenezi zamanı qidalanma tipini dəyişən göbələklərdə sporlar əmələ gəlir. Bu qov göbələyidir. Parazit yolla başlayıb saprofitlə həyatını davam etdirir. Cavabımız A bəndi olacaq. Borucuqlarda əmələ gəlir. Qov göbələyində sporlar. 34-cü sualda hansı canlının ətrafı çanaq, burma, bud, baldır və pəncədən ibarətdir? Bu həşəratlardır. Burada da cavabımız D bəndi eləyir. Boz çəyirtkəni. 35-ci sualda davam etmə müddəti minimum və maksimum olan geoloji dövrdə meydana çıxanları müvafiq olaraq yazın. Davam etmə müddəti minimum olan Kaynazoid. Kaynazoid. Maksimum olan Praterazoid. Burada cavabımız B bəndi olacaq ki, Kaynazoida ikinci siqnal sistemi, Praterazoida isə qəlsəmə yaranmışdır. 36-cı sualda doğru bəndi seçin deyir. Tapın. Yastı döş qəfəsinin olmasına görə insana bənzər olan meymun drioptekdən başlanğıc götürüb. Xeyr, bu hippon drioptekdən eyni bir anda parapitekdən başlanğıc götürübdür. Səhv bir fikirdir. Ətrafların ölçüsünə görə insana bənzəyən meymun şimpanzedir. İnsani bilavasitə əcdadıdır. Xeyr. 12 cüt qabırğaya malik insana bənzər meymun orangutandır. Avstralopiteklərə başlanğıc verib. Xeyr. Kör şaxa idi. Ümumi bədən nisbətlərinə görə insana bənzər olan meymun bu qorilladır. Drioptekdən başlanğıc götürüb. Doğru bir fikirdir. D bəndi bizim cavabımızdır. Y bəndində isə bizə deyir kəllənin hamar olmasına görə hippondur bu. İnsana bənzər olan meymun insana başlanğıc vermişdir. Xeyr, səhv bir fikirdir. 37-ci sualda hansı bitkinin yeraltı şəkil dəyişməsi yeraltı zoğların uç hissəsinin genişlənməsindən əmələ gəlir? Buna aiddir topinambur Y bəndi. 38-ci sualda cümləni tamamlayın. Anadonta hermafrodit canlıdır. Xeyr. Sürfə mərhələsində parazitlik eləyir. Xeyr. A. Bəli. Cavabımız B bəndə olacaq. 39-cu sualda bitkilərin neçə əsas şöbələrinin nümayəndələrində orqamiya tipli qametlərə rast gəlinər? Bu yosunlarda var, mamırlarda var və qıcı kimilərdə var. 3 dənə. Cavabımız olacaq C bəndi. 40-cı sualda aşağıdakı cədvəldə bir xəstənin verilən vitaminlər nəticəsində vəziyyəti göstərilmişdir. Bu insan hansı xəstəlikdən əziyyət çəkir? Təbii ki, bax, A-nı veriblər, burada düzəlib, burada düzəlməyib. B-ni veriblər, burada düzəlməyib, burada düzəlib. Yəni, bunları çıxırıq. D-ni verəndə burada da düzəlmə var, burada da düzəlmə var. Demək ki, bizim cavabımız elə raxit xəstəliyidir. C bəndi. Belə, əzizlərim, bu dəfəki test izahımızdan bu qədər. Sağ olun, hələlik.